Ağlıma bir şey geldi, gülmek de tutur beni. Bu Instagram'da, internetteki insanlar kimi biri yemek çekerken, biri de ben de paltarları katlayarken dedim video çekeyim. Ağlıma bir şey gelmişti, onunla bağlı video çekmeyi istedim. Karşıma her zamanki kimi videolar çıxır. Bunlarla maraqlandığım için o videolar daha çok çıxır önüme. Ve bu videolarda incə motor bacarıqları ilə bağlı uşaqlarda incə motor plastilin inşallah düz demişəmdir. Plastilinlə işləmək məsləhət görülür, göstərilir. Bunlar hamısı çox yaxşı bir şeylərdir. Yəni burada gözəldir, belə bir şeylərin olmağı çox yaxşıdır. Amma diqqət etməyiniz gereken yer orasıdır ki, plastilinlər və yaxud da bu oyuncaqlar da, onlara da değinəcəm. Yəni plastilinlərin də səviyyələri var, dərəcələri var. Yəni çox yumuşaq olanından çox sərt olan plastilinlər var. Yəni məsəl üçün gərək bunun hər səviyyədə olanından alasınız ki uşağınız onlarla işləsin. Çünki bir dənəsini aldım, uşağımda incə motoru inkişaf elətdirəcəm deyə. Məktəb üçün çox önəmlidir. İncə motor bacarıqları ilə yanaşı uşaqlarınızın güc tənzimlənməsi də çox önəmlidir. Yəni ümumiyyətlə bütün qaba və incə motor bacarıqlarından tutun beyin inkişafı, yəni hər bir şey önəmlidir əslində məktəb üçün. Sadəcə demək istədiyim burada, diqqət çəkmək istədiyim uşağınızın əl əzələlərinin inkişafını etdirmək istəyirsinizsə, gündəlik həyatınıza daxil edin. Məsəl üçün paltarları qatlamaqdır, corabları iç-içə soxmaqdır. Məsəl üçün bir corabı alın. Məsələn bu corabları bir-birinin içinə soxmaq belə çox vacibdir. Yəni məsəl üçün burada güc olmadığı zaman və yaxud da incə motor dediyimiz, yəni barmaqların məsələn bu hərəkəti eləməkdə güclük çəkirlər. Yəni bunu balaca uşaqlar məsəl üçün eləyə bilməz, amma balaca uşaqlara nələr elətdirə bilərsiniz? Uşaqlar qavramağı bacarır, yəni əslində doğuşdan var. Məsəl üçün bu doğuşdan əgər uşağınız yeni doğulmuşsa, uşağınızın məsəl üçün barmağınızı məsəl üçün verə bilərsiniz. Uşaq nə edir? Açır, bağlayır, açır, bağlayır, açır, bağlayır. Yəni barmağınızı verə bilərsiniz. Məsəl üçün hər barmağın böyüklüyü görürsünüz də, barmaqların fərqlidir. Məsəl üçün uşaq sizin üçün bu adi gələ bilər, gülünc gələ bilər, amma fərqlidir. Bu fərqlilik hiss olunur. Yəni biz bunu bilinçli bir şəkildə deyil də bizim üçün adidir. Çünki biz yetişkinlər artıq bunu bilirik. Amma uşaqlarda bu yolda daha gedəcək yolları çox olduğu üçün körpəliyindən məsəl üçün barmaqlarınızı fərqli barmaqları verə bilərsiniz tutmaq üçün. Ondan sonra ilk başlarda məsəl üçün belə məşqlər edə bilərsiniz uşaqlar. Buna məşq də demək deyil də, yəni gündəlik bir nə deyirlər, türklər aktivitelər deyirlər. Yəni gündəlik əgər belə bir şeylər istəyirsinizsə, əlinizin altında olan şeylər, yəni praktik olan bir şeylər, sizin o dəqiqə qavraya biləcəyiniz, alıb verə biləcəyiniz bir şeylər olsun. Məsəl üçün burada öz əllərinizdən, barmaqlarınızdan istifadə edə bilərsiniz. Sonra uşaqlarda məsəl üçün bir ağza soxma var. Məsəl üçün barmağı götürdüyü anda bu hərəkətlərin hamısı çox dəyərlidir. Çox vacibdir ki, uşaqlar bunları, körpələr bunları onsuz da biz bunu etsək də, etməsək də bunları inkişaf elətdirirlər. Yəni önəmli olan bunlarla doğulurlar. Yəni inkişaf elətdirmək bir var öz tempolarında, məsəl üçün əgər orada varsa bir şeylər uşaqlar köməklik edir.
Yəni müəyyən bir yaşda, o yaşda, o məsəl üçün 1 yaşında olmasa da 1 yaş, 2 ay, 3 aylığından sonra o 1 yaşında öyrənəcəyi şeyi 2, 3, 4 ay sonra əlinə keçib o fürsət onda öyrənməyə başlayacaq. Ya da inkişaf etdirməyə başlayacaq. Yəni bunu belə görün. Deməli, məktəbə gedən uşaqlarınızda çox önəmli olan şeylərdən biridir. İncə motorla yanaşı gücün tənzimlənməsidir. Güc tənzimləməsi nədir? Məsəl üçün uşaqlara əlinə qayçı ya da qaşıq, qayçıları bir kənara qoyuram. Qayçı, karandaşı bir kənara qoyuram. Yemək yedirmək, uşaqlarınıza yemək yedirtməyin. İcazə verin uşaqlarınız 6 aylığından, məsəl üçün 6 ayından başlayaraq, bəzi uşaqlar məsəl üçün mənim uşağım kimi, böyük qızım kimi çox tez başladı. Bəzi uşaqlar isə 6 aylığından tam oturmağa başlayırlar. Bəziləri 8 ayına da otururlar. Yəni bu hər uşaqda fərqli, uşaqlar hamısı fərqli şəkildə inkişaf edirlər bu yolda. Yəni uşağı məcbur etmək lazım deyil körpələri. Ancaq uşağı ki tutmağa başladığı zaman, məsələn bəzi videolarda baxıram, uşağın önünə yeməkləri qoyurlar, uşaq yarısı yerdə, yarısı masada. Elə də eləmək lazım deyil. Ancaq məsəl üçün gündəlik nə bişirirsinizsə, uşağınıza bişmiş şəkildə, məsəl üçün bizdə kartof mu verəcəksiniz? Kartof elə bir şəkildə bişir ki, ağza qoyulduğunda əriyən səviyyədə olduğunda, məsəl üçün onu əzməyə, pürə şəklə gətirməyə ehtiyac yoxdur. Məsələn, burada mən yayınmaq istəmirəm. Yəni oradan fikir verirəm, ağlımda danışığa gedəcəkdi. Ona görə məsələn burada uşaq hər şeyi əli ilə götürür. Məsələn, uşaqlarda ilk olan, məsələn bu pinset qavraması dediyimiz bu baş barmaq və şəhadət barmağı olur, işarət barmağı. Bu ikisiyle birlikdə. Yəni belə əgər körpəniz varsa evdə, hər zaman götürəcəyi hər şeyi belə götürməyə başlayır. İlk öncə budur. Ondan sonra bununla gəlir. Bu isə gələcəkdə qayçını da keçirəm, qayçı başqa bir səviyyə. Qələm tutmaq üçün lazım olan düzgün barmaq sayısıdır. Bu üçü lazımdır bizə qələmi, karandaşı tutmaq üçün. Ona görə uşaqlar ilk öncə bunu inkişaf etdirməyə başlayırlar. Hər şeyi körpəlikdən belə götürməyə başlayırlar. Yəni burada vacibdir ki, uşaqlar ilk öncə onunla başlasınlar. Məsəl üçün siz yedirtməyiniz deyil də, məsələn narahat olursunuz, uşaq yetəri qədər yeməyib, siz də yedirdə bilərsiniz uşağınıza. Ancaq yanında da, uşağın önündə də israf edilməyəcək şəkildə balaca 1-2 dənəsini qoysanız, məsələn uşaq seçə, məsələn bir seçim icazəsi də verin. Məsələn, deyək, yumuşaq olan meyvələrdən ya da almanı qaynatmışsınız, yumuşalıb, məsəl üçün önünə qoyursunuz ya da üzüm doğramısınız balaca. Qorxmayın, yəni qorxan gözü atalar deyib çöp düşər. Yəni narahat olmayın. Bu uşaqların hamısı körpəlikdən doğulduğu zaman udmadır. Bunlar hamısı doğru bir şəkildə oturursa uşaq, yəni yatılı vəziyyətdə deyilsə, normal bir şəkildə oturursa və öz temposu ilə hərəkət edir. Məsəl üçün qoydu, məsələn siz diqqət edirsiniz, o zaman uşağı yalnız buraxmaq olmaz bu yolun başlanğıcında. Çünki bəzi uşaqlar bütün belə içinə götürüb ağızlarına da soxa bilərlər. Ona görə yaxında olmaq çox məsləhətlidir boğulma təhlükəsinə qarşı. Ancaq bir götürdüyü zaman uşaq baxır, görür, hiss edir. Bunlar çox önəmlidir uşağın inkişafı üçün. Ən əsası da dediyimiz kimi əl əzələlərini inkişaf etdirmək istəyirsək. Körpəlikdən gələn bir şey və yaxud da bir bardağı əlində tutmağı. Bardağı əlində tutduğu zaman bizə nə lazımdır? Bu qavrayış lazımdır, tuturuq. Burada bir dənəsi var uşaqların. Məsəl üçün bu.
tutma lazımdır. Bu tutmanı uşaq öyrənməli üçün bizim üçün yenə də deyirəm, biz yetişkinlər üçün heç nə ola bilər, ancaq çox önəmli bir şeydir ki, uşaqlar bu qavrayışları öyrənsin. Gələcək üçün çox önəmlidir. Məsəl üçün bunu belə qavraya bilməm üçün bu təbii inkişaf olunur. Gedəcək hər hansı bir yaşında bunu öyrənəcək. Amma fürsət varkən, inkişaf elətdirmək varkən, yəni inkişaf deməyə belə gərək qalmır. Çünki çox uşağın öz ayaqları üzərində durmağını istəyiriksə, bunları uşağa bu icazəni vermək lazımdır. Körpəliyindən önünə biraz yemək qoyduğunuz zaman bir şeylər yumuşaq uda biləcək, yeyə biləcək. Siz valideynlər daha yaxşı bilirlər. Məsəl üçün hər valideyn öz uşağını daha yaxşı tanıyır. Mənim uşağım bunu yeyə bilər, yeyə bilməz. Məsəl üçün mən uşağımın önünə mənim uşaqlarım kürəni heç bir şəkildə yemədilər. Çünki hər zaman süfrəyə birlikdə oturduğumuz üçün biz nə yeyirdiksə ondan istəyirlər. Çünki göz görür və gördüyü üçün də düşünür. Yəni ağılsız deyirlər uşaqlar, körpələr. Bizim yetişkinlər hər zaman deyirik uşaqdır. Yəni elə bir şey yoxdur artıq. Biz bilirik ki, biz yetişkinlər bilirik ki, artıq elə bir şey yoxdur. Uşaqlar da görürlər, anlayırlar, bilirlər və istəyirlər. Ona görə bizim yemək istədiyimiz yeməkdən istəyirlər. Məsələn, burada duzuna, istiotuna diqqət elədiyim zaman, məsələn, mən uşaqların yeməyimi uzun bir müddət yeməyimiz duzsuz, dadsız, duzsuz idi. Biz əlavə özümüz duzunu, istiotunu kim nə istəyirsə, ədviyyatları sonradan qatırdıq. Çünki uşağa bəlli bir yaşına qədər, məsəl üçün, mən də vermədim. Amma təbii ki, arada sırada duzlu, şirin olan bir şeylər də ağzına getmişdir. Yəni elə də real olmazdı mənim üçün. Çünki evdə hələ bacı qardaş varsa heç bir şəkildə bunlardan qaçınmaq olmur. Demək istədiyim şey, önünə qoyduğunuz zaman qaşıq verin uşağınızın əlinə. Vilka biraz iti ola bilər. Burada anlayış göstərəm. Mən yenə də deyirəm, mən bu şeylərdə çox sərbəst buraxdım uşaqlarımı. Mənim uşağım bir bıçaqla yağı sürməyi də, məsəl üçün, bilməlidir. Məsəl üçün, mənim 3 yaşındakı bir uşaq üçün mənim təsəvvürümdə, məsələn, bunu təbii ki, anlaya bilirəm. Yəni, sürə bilməyən uşaqlar da var, sürə bilən uşaqlar da var yağı çörəyin üzərinə. Amma mənim üçün, mənim önümdə qaşıq, bıçaq, vilka varsa, çəngəl varsa, körpəmin önündə də bunların üçün. Mən nədən istifadə edirəmsə, körpəmdə də bunlar var idi, uşağımda da bunlar var idi. Ona görə, məsəl üçün, bunlar fərqli səthlərdir. Fərqli tutduğumuz zaman əlin içinin, məsəl üçün, bıçağın tutuşuyla çəngəlin tutuşu, tutacaqları bir deyil, qaşığın tutacaqları bir deyil. Bunları öyrənmək lazımdır axı. Və bunlar sizə çox sadə şeyləri söyləyirəm. Yəni, gündəlik həyatımızın içində olan şeylər. Bunlar etdiyiniz zaman, yəni əlavədən oyuncaqlara, plastilinlərə ehtiyac qalmır. Uşaqlar demək istədiyim şey güc tənzimlənməsini öyrənirlər eyni zamanda da. Məsəl üçün, bir şey verdiyiniz zaman tutacaq bərk bir şəkildə buralar görürsünüz necə ağarmağa başladı. Çünki bunu yavaş-yavaş öyrənməyə başlayırlar. Və yumurta bişirdiyiniz zaman, yumurta bişirmişsinizsə, yumurtanın soymayın, soyub önünə qoymayın uşağın. Verin uşağınıza. Ola bilər, yerlər dağıla bilər, bunlar qaçınılmaz ola bilər. Yəni, uşağı əgər bunları qaldıra bilmirsinizsə, çox təəssüf, biraz məsləhət görərdim bu şeylərə göz yummağınızı ya da uşağı elə bir yerdə oturtmaq ki, məsəl üçün, ağ bir xalçanız varsa bulaşmasın. Amma, yəni, bir şeyləri zayi etmək üçün də demirəm. Amma yumurta məsəl üçün bişirmişsiniz ya da kartof soyutması etmişsiniz, bişirmişsiniz. Qabığı soyulmalı olan şeyləri. Verin uşağınız qabığını soysun. Yumurtanın qabığını soymaq, kartofun qabığını soymaq. Bunlar çox faydalıdır.
İnce motor istəyirsinizsə, incə motor. Məsəl üçün yumurtanı əlinə aldığı zaman bir görə bilərsiniz ki, sıxdı yumurtanı. Çünki güc tənzimləməsi daha yoxdursa uşaqda, məsəl üçün onu necə qırılacağını bilmədiyi üçün bişmiş yumurtadan bu arada danışıram. Çünki çiğ yumurta mənim üçün yəni ortalığı bulamağa da ehtiyac yoxdur. İşdən iş çıxartmağa da ehtiyac yoxdur. Bişmiş bir yumurtanı, onu soymaq lazımdır. Məsəl üçün deyəcəksiniz ki, məsələn, stola yavaşdan vur, siz danışırsınız. Siz bilirsiniz ki, yavaşdan vurduğunuz zaman və yaxud da heç vurma, balaca bir vuruş qabıqlarını soymaya kifayət edir. Amma uşaq vur buraya deyəcəksiniz, məsəl üçün masaya, biraz qırılsın və soyması asan da olacaq sənin üçün. Bir də uşaq gördünüz ki, uşaq çak deyə yumurtanı məsəl üçün qabığı içinə qarışdı. Bu nədən qaynaqlanır? Çünki daha o proses beyində getməyib. Yəni bunu görüb görmə ilə hərəkət görmə, bu burada beyində o işləm gedir. Amma bunu çox sərt vurduğunu anlayır. Sizə deyə bilməz, məsəl üçün, mən bunu sərt vurdum və yaxud da biraz yumuşaq vurmalıydım. Belə şeyləri gözləməyin uşağınızda ki, uşağınız sizə deyəcək ki, bunu biraz yavaş vurmalıydım. Belə şeylər deyil. Bir təəccüblənmə effekti dediyimiz bir olur belə bir görünüş. Yavaşdan uşaq nə edəcək? Bunu hər dəfə elədiyi zaman, mənim hətta videolarım var. Bir gün çiğ yumurta, məsələn, kek eləyirik, bişiririk. Yumurta ya da çörək bişirdiyimiz zaman yumurta vurulacaq içinə. Yumurtanın yarısı yerdə, yarısı qabın içində, qabıqları qabın içində. Bu mərhələ ilə sonradan məsəl üçün mən o masada elədiyim zaman, yəni yenə də deyirəm, bu hər valideynin, hər ananın, atanın, nənənin, babanın biləcəyi işdir. Bunu etmək istəyirəmmi, etmək istəmirəmmi? Çünki çiğ olan şeylərin bişmişləri də, yəni bişmiş vəziyyətdə də verə bilərsiniz uşağınıza. Sonra uşaqlarınıza məsəl üçün hansı tapşırıqları verə bilərsiniz güclə bağlı. Həm eyni zamanda sadəcə burada güc tənzimləməsinə məsələ sadəcə o deyil, eyni zamanda incə motor. Məsəl üçün ayaqqabıları yerlərindən yığmaq. Düyməli bir şeylər geydirin uşağınıza. Düyməli bir şeyləri olsun, zamoklu bir şeyləri olsun uşağınızın. Hər şeyi çox sadələşdirməyin uşaqlar üçün. Zamoklu bir şeyin olması, məsəl üçün kurtkanın zamoku var və zamoku çəkmək lazımdır. Burada bir güc lazımdır. Eyni zamanda incə bacarıqlar da lazımdır və güc tənzimləməsi, güc də lazımdır burada. Düymələr incə motor üçün düymələnmə çox yəni bunu biz məsəl üçün Schlaganfall, iflic olan, məsəl üçün, adı tapa bilmirəm, bizdə də vardır. Məsəl üçün, apopleks, iflic keçirən insanlarda, məsəl üçün, bir barmaqlar bu şəkildə qalır və yaxud da incə motor çalışmaları olunur ki, yenidən bu ritmik şəkildə barmaqlar hərəkət edilsin deyə. Məsəl üçün, bunlardan çox istifadə elədiyim zamanında mənim də, məsələn, düymələmə kimi işləmlər edirdik. Məsəl üçün, bir şeylərin düyməli bir şeylər geyinir və düymələməsi lazımdır. Uşağınızı, incə motor nə üçün, başqa nə üçün lazımdır? Məsələn, ayaqqabıların bağcıqlarını, burada ayaqqabı yumuşam, ayaqqabıları da göstərə bilim. Məsəl üçün, burada ayaqqabının bağcıqlarını bağlamaq çox sadə görünür. Çünki biz bunu öyrənmişik, amma sadə deyil. Yəni 6-7 əgər məşq olunmursa 7 yaşında belə hələ də bu proses tamamlanmır, yəni uşaqlarda. Bağlaya bilmirlər. Yəni siz bağlayacaqsınız bir valideyn olaraq. Ona görə diqqətli olmalısınız. Uşaqlara bunları uşaqlar etmək məcburiyyətindədir. Uşaqları hər şeyi sadələşdirməyin. Yəni bu qədər. Evdə məsəl üçün boş qabdır, bəlli bir yaşdan sonra. Bəlli bir yaş dediyim şey sərbəst bir şəkildə yeriyə bilirsə uşaq,
Hətta 1 yaşında bir uşağa belə, məsələn, mənim üçün 1 yaşında, indi burada yenə də o rol oynayan şey uşaq 1 yaşında yeriyə bilirmi? Sərbəst bir şəkildə, ritmik bir şəkildə, düşmədən, yəni yıxılmadan bir yerlərə bu ritmiklik, yəni axıcı bir şəkildə hərəkətlər varsa, eline bir şeyler, sınan bir şeyler değil ama mütləq bir şeyler verip yavaştan yavaştan öyrədə yanında gedə Mesela bu mətbəxə gedəcək deyə. 2 yaşından, 3 yaşından sonra mütləq süfrəni qurmaqda, süfrəni toplamaqda, bunların hamısında istədiyiniz qədər incə və qaba motor bacarıqları var. İstədiyiniz qədər inkişaf elətdirirsiniz uşağınızda. Bu oyuncaqlardır, göstərilən Montessori oyuncaqların bunlar hamısı reklamdır. Yəni gözəl şeylərdir, amma reklamdır hamısı. Siz uşağınızı normal həyatınızın içinə daxil etdiyiniz zaman uşağınız bunların hamısını öyrənir. Yəni ehtiyac yoxdur başqa bir şeylərə. İnanın, pis olmağa ehtiyac yoxdur, pulum yoxdur və yaxud da almadım bu şeyləri, imkan yoxdur. Yəni gərək də yoxdur. Həqiqətən gərək yoxdur. Mən məndə fərqli şəkildə məsəl üçün oyuncaqlar alaram. Aldığım şeylər məsəl üçün puzzle varsa evdə, puzzle deyirlər deyəsəm, puzzle'lar varsa evdə çox gözəldir. Məsəl üçün incə motor üçün, güc yönləndirməsi üçün, gücü tənzimləmək üçün. Çünki məsəl üçün burada var, bir dəqiqə göstərim bunu. Məsəl üçün görsel olsun deyə. Mesela bunu bura daxil eləmək, mesela bunu bura qoyduğu zaman, oğlum təzə başladığı zaman bir neçəsini qırmışdı. Çünki fərqli bir oyuncaqdır. Yəni fərqli bir işləmdir. Yəni bunu bura girmədiyi zaman zənn edirdi ki, bunu bura soxmaq lazımdır. Yəni güclə onu ora soxduğu zaman bir neçəsini məsəl üçün qırmışdı. Başqa, yəni atmaq məcburiyyətindəsən. Yəni onu öyrəşincəyə qədər balaca uşaqlarda 0-3 yaş arasında, yəni 0-3 yaş deyirəm, amma əslində 2 yaşından sonra uşağın nə qədər kognitiv, yəni nə qədər fit olduğuna baxmaq lazımdır. 0-3 yaş deyim. Bu yaşlarda məsəl üçün puzzle'lardan istifadə edə bilərsiniz. Yəni böyük ölçüdə götürün. Balacalar deyil də böyük ki, məsəl üçün 3-4 hissədən, 6 hissədən ibarət olan uşaq üçün daha rahat, həm qavraması, yəni əl ilə götürməsi baxımından, həm də anlaması üçün daha motivasyonu daha yaxşı saxlayır, dinç tutur. Çünki uzun davam etdiyi zaman uşaqlarda bunu unutmamaq lazımdır. Əgər məşq olunmayıbsa, məsələn bir işdə 5-10 dəqiqə fikir cəmləmək, o işdə qalmaq, diqqətini o işə vermək, gözləmə bacarığı, bunlar öyrədilmirsə, məşq edilmirsə uşaqla biraz çətinlik çəkirlər. Yəni o dəqiqə bezib atırlar gördükləri işi. Başqa nə? Bir yaşından sonra, ben 1 yaşından sonra deyirəm. 1 yaşından sonra məncə daha anlamlı olar. 1 yaşından sonra məsəl üçün karandaşlar. Karandaşlar dediyim bu adını bilmirəm, amma məsəl üçün karandaş seçdiyiniz zaman daha qalın karandaşlar seçin. Ələ oturan, uşaq üçün boyaması daha rahat olan karandaşlar. Məsəl üçün bu tutacağa diqqət edin. Məsəl üçün uşaqlar tutduğu zaman, çünki bu tutacaqla tuturlar və rəngləmək dediyim şey, yəni uşaqdan gözləməyin ki, burada mən rəngləmə deyə bilərəm. Mesela şəkili gözəl bir şəkildə rəngləsin və ya da bir şəkil çəksin. Bundan söhbət getmir. Çizmə qaralardan söhbət gedir. Bir xətt çəkmək ya da bir xətti buradan çəkdi, sonradan bu tərəfə gedir. Mənim videolarım var. Instagramda da olmalıdır. Cızma qaralama şəklində. Məsəl üçün uşağınızın cızma qaralarını, qaralamalarını məsəl üçün belə həm incə motor, həm güc tənzimlənməsi, həm
diqqət cəmlənməsi, həm gözləmə bacarığı. Bir işi məsəl üçün 5 dəqiqədən 10 dəqiqəyə çıxara bilərsiniz. 10 dəqiqədən 15 dəqiqə. Bunlar sizə nəyə lazımdır? Bu uşaq üçün nə verir? Uşağa nəyə görə lazımdır? Sabahsı günü məktəbə getdiyi zaman, məktəbdə oturduğu zaman müəlliməni dinləmə bacarığı, dinləyə bilsin, otura bilsin. Bir işlem görüləcəksə, o işləmi görə bilsin. Məsəl üçün tapşırıq həll olunacaq. O tapşırığı həll edilincəyə qədər işinin üstündə dura bilsin. Yəni bunun üçün önəmlidir. Bunlar bu dediklərim, məsəl üçün nəyə görə məşq etdiyiniz məsəl üçün sual olaraq qala bilər. Çünki məktəbə qədər 6 il, məsəl üçün uşaq məktəbə getdiyində və uşağınızda bir şeylər yolunda getmədiyi zaman baxmalı olacağınız şey, yəni sizi düşündürən şey 6 il ərzində nəyi etmədiyinizdir. Nəyi də etdiyinizdir. Məsəl üçün bunu tərəziyə qoymaq lazımdır. Uşaqla necə məşğul olmusunuz? Uşağa nələr vermisiniz? Bu qədər. Yəni başqa yerlərə mən sevərək bir mövzudan digər mövzuya keçirəm. Ona görə bugün incə motor və güc tənzimlənməsində qalmağa çalışdım. Paltar asmalarda buna biz şpilka deyirik də deyəsəm. Ən gözəl üsul. Bir ip düzəldin. İp mənim videomda var idi. Mən əgər bu videonu izləyən olarsa, istəyən olarsa mənə mütləq yazın. Mən sizə o videonu göstərərəm. Instagramda olmalıdır amma o video. İp çəkmişdim. Bir ipi bir stulun başına, birini de diğer stula deyəsən ilişdirmişdim. Və bu şpilkaları, paltar şpilkalarını oraya asmışdım. Uşaq həm oradan bir açıb qoyurdu. Yəni bu 15 dəqiqə yalan olmasın, 15-20 dəqiqə davam eləmişdi. Çünki bilirsiniz, yeni bir şeydir. Uşaqlar üçün bu şeyi öyrənənə qədər bundan əl çəkmirlər. Gedib gəlib onu yenə cəhd eləyəcəklər. Əllərinin altında olsun yetər ki. Çox gözəl şeylər var. Burada ayaqqabı. Məsəl üçün bir ayaqqabı götürün, təmiz. Bu iplər, bağcıqlar yoxdurmu? Bu bağcıqları məsəl üçün buradan keçirtməyini söyləyin uşağınıza. Sadəcə göstərin. Məsəl üçün bunu buradan keçirəcək. İncə motor. Oyuncaq almağa ehtiyac yoxdur. Bitti. Yəni bu qədər sadədir. İncə motor dediyimiz şeylər günlük həyatımızdadır. Güc tənzimləməsi, gözləmə bacarığı, diqqət cəmləmək. Uşağınıza çalışın, uşaq özünü məşğul edə bilsin. Yenə də deyirəm, mütləq deyil ki, bir oyun xəmirləri hazırlayasınız. Mütləq deyil ki, bir şeylər edəsiniz. Yemək pişirirsiniz. Mən xatırlayım, indinin özündə də, məsəl üçün, mənim uzun bir müddət məktəbə gedən qızımla uzun bir müddət mənim kartoflarım, biri ağzı əyri üyrü kartoflar, biri yekəydi, biri balacaydı. Heç bir şeydə dəyişdirmirdim. Çünki yetərə qədər işim var idi və evdə qəbul idi. Kartofun necə göründüyünə heç kim baxmırdı. Ən önəmli olan boşqabda nə var, yeməyə nə var, yəni yemək yeyirdi deyə baxılırdı. Ona görə yəni kartofun necə göründüyünün bir önəmi yox idi. Kökün necə göründüyünün bir önəmi yox idi. Uşağınız əgər qorxursunuzsa bıçaqla əlini kəsər deyə, məsəl üçün 4 yaşından sonra başlaya bilərsiniz. Daha 3 yaşında da, inanın 2 yaşında da çox gözəl doğraya bilirlər. Sadəcə bu imkanı yaratmaq lazımdır. Yanında o bıçaq, əgər uşağın əlinə bıçaq verirsinizsə, mütləq və mütləq uşağın yanında durun. Əgər bıçaq verəcəksiniz. Mən belə şeyləri dediyim zaman çox ehtiyat edirəm. Çünki mən dedim deyə gedib bəzən görürəm insanların bir insanı elədi deyə, biri elədi deyə Instagramda gedib digərləri də eləyir və mən şoka girirəm o anlarda və bunun məsuliyyətini heç bir şəkildə almaq istəmərəm. Mən dedim deyə uşağın əlinə bıçaq verib Allah qorusun uşaq özünə zərər yetirər deyə bilmədən ya da bacısına, qardaşına bir zərər verər ya da valideynə. Ondan sonra məsəl üçün biri bunu dedi, mən elədim, belə bir şey oldu.
qorxuram. Ona görə də çalışın uşağınızın yanında durasınız. İti kəsici alətlər verirsiniz də qayçı ilə qayçı olsun, karandaş olsun. Belə şeyləri verməkdən qorxursunuz da yanında olun və uşaq da təhlükəsiz bir yerdə otuzdurun. Məsəl üçün stulda oturda bilərsiniz. Çox yəni qorxulacaq bir şey yoxdur yanında olduğunuz zaman və cızma qaralamalar eləməyə icazə verin. Bu qədər. Diğerləri təkrar olmuş olar. Ona görə məsəl üçün bir də paltır qatlamaq. Yəni əyri-üyrü olacaq, qırış-qırış olacaq, amma en azından bir şeyler öğrenmiş olur və siz də pulunuza qənaət eləmiş olarsınız. Bir işiniz 5 olacaq, amma olsun yenə də bir şeyler öğrenəcəklər. Sağlıqla qalın.